Bir qadın evli ola başqa bir kişiyə aşiq ola bilərmi? Başqa bir kişini sevə bilərmi? Bəli, o bilir ki, bu səhvdir, bu doğru deyil. Amma artıq o hisslər var və bu hisslərlə nə etmək olar və necə biz özümüzü içdən yeməyək, necə biz xəstəliklər qazanmayaq, ya da ki, özümüzə hər hansısa psixosomatik narahatçılıq yaratmayaq. İnsan hər bir dövrdə evli ola, subay ola, münasibətdə olsa ya da ki, münasibətdə olmasa da, bəli, aşiq ola bilər başqa bir insana. Mən sizə daha bir çox şey deyə bilərəm. İnsan bir neçə insanı sevə bilər fərqli hisslərlə, fərqli yanaşmayla. Amma bu hər iki adlandırılacaq sevgi. Kişilər bunu çox yaxşı bilir. Kişilər bəzən öz həyat yoldaşını fərqli bir sevgi ilə sevirlər. Amma qıraqda hər hansısa bir qadına da fərqli bir sevgi ilə aşiq olurlar və ikili həyat yaşamağa məcbur qalırlar.